Din çox genişdir, çox əhatəlidir. Və kim arayarsa, araşdırarsa, o çətinləşdirməyə çalışarsa özünü yükləmiş olacaq. Və bu yükün də altından insan çıxa bilməyəcək. Bəs ekstremizm nəydən yaranır? Dində radikallaşmaq, ümumiyyətlə radikallaşdırmaq. İnsan özünə aid olmayan məsələləri özünə yükləməklə. Və psixoloqlar da deyirlər ki, onlar öz təcrübələrinə əsaslanaraq, insan sərtliyə davamlı deyil. İnsan sərt, bəzi insanlar var, xilqətən sərt yaradılıblar. Bu onun xilqətidir. Söhbət onlardan getmir. O nadirin hökmü yoxdur. Onlar nadir məsələlər. Biz ümumən insanların əksəriyyəti halı sərtliyi qəbul eləmir. Ona görə insan bir müddət özünü məcbur eləyib sərt ola bilər. Məsələlərə sərt yanaşa bilər. Amma bu axıra qədər getməyəcək. Enində sonunda hər şeyi buraxacaq. Ona görə neçə insanlarla çox da sərtləşiblər, möhkəmləşiblər, qabalaşıblar hətta. Sonra da görsən ki, heç namazda orucu da tərk eləyirlər. Şəxsən onların şahidi mən olmuşam. Onlarla belə insanlar görmüşəm. Niyə görə? Özlərinə aid olmayan məsələlərə özlərini salmaqla və güclərinin çatmadığı şeylərlə özlərin yükləmələri ilə deyirlər ki, orucda nə bacarsan onu tut. Hər aydan 3 gün tut, 1-ci, 4-cü gün tut ki, və namazlardır, nə bacarsan onu qalx qıl, 3 rükət qıl, 5 rükət qıl, nə bilim, 2 rükət qıl. Vitirdir, bilirsən, çatdıra bilməyəsən, neyinə, yatmamışdan öncə qıl qınan. Təbii ki, bunlar əzəmətli ibadətlərdir, insanın etməsi nə gözəldir, amma özünü yükləməyərək. Özünü çıxılmaz vəziyyətə salmayaraq. Nəyi bacarırsansa onu da elə. Söhbət nafilələrdən gedir, söhbət fərzlərdən. Fərzlər zaten asandır, yəni fərzlərin çətinliyindən söhbət açıla bilməz. O deyildi ki, səhər ibadətlərindən eləyin, gündüz axşam ibadətlərindən eləyin. Burada nəzərdə tutulur ki, yəni səhər özünüzü yormayın ki, axşama da pay qalsın. Görürsən, adam var, ibadətləri eləyir. İndi işi ağır olan adamlar başa düşdükdə iş ağırdır. Amma görürsən, idmanla və yaxud da başqa hərəkətlərlə də özünü elə yükləyir ki, hələ söhbət ibadətlərdən gedir ki, ibadətlərlə özü yükləmə ki, səhərdən axşama və yaxud da axşamdan səhərə taqətin qalsın. Gecə səhərə qədər yatmayıb namaz qılsın, zöhrü, asırı kim qılacaq? Aydındır. Hələ bu ibadətlərlə deyir, özünü yükləmə. Gəl gör ki, başqa artıq hərəkətlərlə insan özünü yükləyir. Görürsən ki, axırda da nədir? İbadətlərdən məhrum qalır. Elə insanlar var ki, ruzi qazanmaqdan ötürü özün elə bir vəziyyətə salır ki, deyəndə namaz qıl, deyir, qardaş, mən qıla bilmərəm. Niyə? Mən tezdən girirəm bura dükkana, gecə çıxıram. Girməsən, kim deyir, tezdən gir bura, axşam çıx ki. Yaxşı, o məcburiyyətdəsən, heç olmasa orada dükkanında namazı qıl. Biraz axirət üçün də pay ayır. Axirətdən də əlavə, insan gərək öz canının sağlığı ilə də fikirləşsin. Onun da qaydına qalsın. Yoxsa elə səhər dükkan, gecə ev, onu da ayda da bir dəfə, 2 dəfə, nə bilim, Kitay, Türkiyə, ora, bura da nə qaldı ki, insan can dəmirdən deyil ki. Ona görə insan gərək dünyası üçün də vaxt ayırsın, axirəti üçün də vaxt ayırsın. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, əs-saətü əs-saə, buna da vaxt ayır, ona da biraz vaxt ayır ginən.